إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وَزِدْنَا ilmən. Allah Teala bizi öz dinində sabit eləsin. Və Allah Teala'dan istəyirəm ki, görünən, görünməyən fitnələrdən hifz etsin. Deməli, şəhvət müalicəsi, şəhvətin ilacı. Əbu Umamə radiyallahu anh deyir, İnnə fətən şəbbən ətən nəbiyyə sallallahu aleyhi və səlləm fəqal. Bir gənc oğlan Allah Resulü sallallahu aleyhi və səlləm yanına gəldi və dedi ki, Ey Allahın elçisi, İ'zənli biz zinə. Mənə izin ver, zina edim. Fəqbələl qavmu aleyhi fəzəcəruhu. Və insanlar, cemaat ona tərəf üz tutdular, yönəldilər və onu çəkindirdilər. Və dedilər ki, yəni, sus. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, yaxınlaş. Və o da Allah Resulü sallallahu aleyhi ve sellem'e yaxınlaşdı və dedi ki, yanında oturdu. Və dedi ki, Ətuhibbuhu li ummik. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, bunu anan üçün istəyirsənmi? Ki, anan üçün də belə bir şey olunsun deyə. Dedi ki, yox. Allah Teala məni sənin yolunda fəda etsin. İstəmirəm. Və onda Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, وَالنَّاسُ يُحِبُّونَهُ لِأُمَّهَاتِهِمْ. İnsanlar da öz anaları üçün bunu istəmirlər. Əfətuhibbuhu libnətikə. Qızın üçün istəyirsənmi? Bunu, yəni bu işi, bu zinanın olmasını. Dedi ki, yox. Allah Teala məni, ey Allahın elçisi, sənin üçün fəda etsin. Və yine Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, وَلَنَّاسُ يُحِبُّونَهُ لِبَنَاتِهِمْ. İnsanlar da bu işin qızları üçün olmasını istəmirlər. Əfətuhibbuhu li uxtik. Sonra dedi ki, bunu bacın üçün istəyirsənmi? Dedi ki, xeyr, Allah'a and olsun. Allah Teala məni sənin üçün fəda etsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, insanlar da bunu öz bacıları üçün istəmirlər. Əfətuhibbuhu li ammətikə. Bunu bibin üçün istəyirsənmi? Dedi ki, xeyr, Allah'a and olsun. Allah Teala məni sənə fəda etsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, insanlar da bunu, bu işi bibiləri üçün istəmirlər. Əfətuhibbuhu li xalətikə. Və sonra dedi Allah Resulü sallallahu aleyhi ve sellem, bunu xalan üçün istəyirsənmi? Dedi ki, xeyr, Allah'a and olsun. Allah Teala məni sənin üçün fəda etsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, وَلَنَّاسُ يُحِبُّونَهُ li xalətihim. İnsanlar da bu işi xalaları üçün istəmirlər. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem əlini qoydu və dedi ki, Allahım onun günahını bağışla və onu, yəni qəlbini təmizlə və bir də ki, ayıb yerini qoru. Və ondan sonra o gənc oğlan yəni heç nəyə baxmırdı, heç nəyə yəni yönəlmirdi. Yəni günaha, harama yönəlmirdi. Başqa ləfsdə isə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, yəni onlar üçün, yəni özün üçün istəmədiyin şey onlar üçün də istəmə. Və özün üçün sevdiyin şey onlar üçün də sev. Yəni özün üçün nə istəyirsənsə, insanlar üçün də onu istə. Və özün üçün nəyi istəmirsənsə, onlar üçün də onları istəmə. Və bu hədis bildirir ki, Allah Resulü sallallahu aleyhi ve sellem insanlar içərisində yəni ən kamili idi və insanlara ən xeyirlisi idi və insanların hidayətini istəyirdi. Onlar üçün xeyir istəyirdi. Ən faydalı işləri insanlar üçün istəyirdi. Və heç vaxt insanların yəni məşəqqətə, çətinliyə düşməsini istəmirdi. Və Allah Resulü sallallahu aleyhi ve sellem'in yolu, onun həyat tərzi
insanlar üçün hidayət, doğru yol, fayda, mənfəət və tam şəkildə səadətdir. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmin yolu, həyat tərzi, insanlara olan rəftarı, yəni tam şəkildə insanların səadətidir. Və bu oğlan gəlir və izin istəyir. Yəni cavan oğlandır, istəyi var, ehtiras var və Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlir ki, bu pis işə, yəni bu zinaya izin verməsini istəyir. Və sahabələr də, yəni onlarda olan iman, yəni əxlaq, onlarda olan bu Allah Teala'nın haramlarına qarşı bu qeyrət hissi, yəni onlardakı qəzəbi oyadır. Və onu çəkindirirlər, onu sustururlar və deyirlər ki, sus. Və Allah Resulü sallallahu aleyhi ve sellem yəni onlara tövsiyə edir ki, onu tərk edin, onu dəyməyin və oğlanın yaxınlaşmasını istəyir. Və sonra yaxınlaşandan sonra və onun üçün yəni, tövsiyə edir. Və hikmətli şəkildə, mülayim şəkildə yəni tövsiyə edir. Yəni bu xəstəliyi müalicə etmək üçün, yəni oğlanda olan bu xəstəliyin müalicəsi üçün yəni gözəl şəkildə Allah Resulü sallallahu aleyhi ve sellem tədricən oğlandakı bu pis hissiyatın yox olmasını istəyir. Yəni nəfsinə düşən bu xəstəliyin nəfsindən uzaqlaşmasını istəyir. Və hər bir müsəlmanda olduğu kimi bu oğlanda da olan nəfsində yerləşən o qeyrət hissini tərpədir. Hansı ki Allah Teala iman əhlinin qəlbində bunu yerləşdirmişdir. Ki Allah Teala'nın haramlarına qarşı hər kəsin yəni qəlbində bu qeyrət hissi var. Yəni elə bir şeylərdən başlayır ki, yəni şəhvət hissinin insana, o oğlana qalib gəlməsinin qarşısını alaraq qeyrət hissinin qalib gəlməsini oyadır. Ki içində olan o qeyrət hissi, hansı ki Allah Teala'nın haramlarına qarşı olan qeyrət hissi oyansın. Və hər kəsin də qəlbində bu hissiyat var anasına qarşı, qızına, bacısına, bibisinə, xalasına və heç kəs istəmir ki, yəni bu yaxınlarından kiminsə şərəfi, ad sanı ləkələnsin və onun hörməti çirkabla bulaşsın. Və heç kəs də bundan razı olmaz. Və Allah Resulü sallallahu aleyhi ve sellem qəlbdə olan bu hissiyatı tərpədir. Ki bu xəstəliyin müalicəsi üçün, bu haram şəhvətin müalicəsi üçün və xüsusən də indiki dövrlərdə yəni gənclərə üz verən, hər tərəfdən hücum edən və şəhvəti tuğyan edən indiki bu vasitələr, indiki dövrdəki bu fitnələr olduğu zaman əgər bir insan bu ilə mübtəla olubsa, onda Allah Resulü sallallahu aleyhi ve sellemin etdiyi kimi özündə, içində gizlənən bu qeyrət hissini tərpətməsi lazımdır. Və fikirləşməlidir ki, eyni şey anasıyla, bacısıyla, öz qızıyla, bibisi, xalasıyla olmasına razı olardımı? Əlbəttə ki, heç kəs razı olmazdır. Və kimdəsə addım atmaq istəyərsə bu çirkin əmələ və bunu, bu pis işi Allah Resulü sallallahu aleyhi ve sellem öyrətdiyi kimi bu cür yüyənləməsi lazımdır. Və bu hissiyatı oyatması lazımdır ki, əgər belə olarsa Allah Teala'nın izni ilə insan
bu çirkin əmələ düşməkdən qorunmuş olar. Yəni təkcə bu işdə yox, yəni hər bir işdə zinaya aparan hər bir səbəb, müqəddiməsi olsun. İnsan bunu etmək istəyirsə, yəni təkcə zinanın özü yox, yəni zinaya aparan hər hansı bir səbəb, müqəddiməsi, baxmaqdır, danışmaqdır, toxunmaq və s. Bunların hamısında daim insan bu qaydanı, Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyduğu bu qaydanı xatırlaması lazımdır ki, fayda versin. Ki, anan üçün istəyirsənmi? Qızın, bacın, bibin, xalan üçün istəyirsənmi? İstər zina, istərsə də başqa şeylər olsun, danışıq, baxış və s. Və kimsə başqası ilə danışmaq istəyərsə, telefonda və s. günah, haram danışıqlar, hətta zina həddinə çatmasa belə, onda bunu xatırlaması lazım ki, istəyirsənmi ananla, bacınla, qızınla, xalan, bibinlə bu şeylər olunsun. Və hər bir şərəfli, hörmətli insan, təbiəti, fitrəti, salamat, pozulmayan insan bu ilə razı ola bilməz. Heç vaxt razı olmaz ki, onun yaxınları ilə belə bir şey olunsun. Və həmçində alimlər deyir ki, hər kim ki, bu işə addım atır və xüsusən də indiki dövrdə bu cihazlarla, telefonla, internet, sosial şəbəkələr səbəbilə və görürsən gənc insanı tovluyur, yoldan çıxarmaq istəyir. Bəzən şantaj edirlər ki, onu ələ almaq üçün. Bəzən haramdan, günahdan qafil qadınları şantajla, müəyyən şeylərlə görürsən ələ almaq istəyirlər. Sanki ac canavardır, qoyun sürüsünə hücum edir. Və bu insan da özü də xatırlamalıdır ki, Allah Resulü sallallahu aleyhi ve sellem bildirmişdir ki, insan onu, bu işi anası, bacısı, qızı, xala, bibisi üçün istəyərmi? Və bu hədis də bir qayda kimi qayda verir və müalicəsi, faydası, təsiri də bilinir. Çünki o oğlan hər dəfə Allah Resulü sallallahu aleyhi ve sellem soruşanda and içirdi ki, yox, Allah and olsun, Allah da məni sənin üçün fəda etsin, ya istəməzdim. Ya bu əzəmətli and içir ki, istəməzdim. Nə ana üçün, nə xalası, nə bibisi, nə qızı, nə bacısı, heç birisini istəməzdim. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem başqa rəvayətdə deyir ki, yəni özün üçün istəmədiyin şeyi insanlar üçün istəmə. Və özü üçün sevdiyin şeyi insanlar üçün sev. Yəni insanlar üçün o şeyi istə ki, o şeyi sev, qəlbində o istək olsun ki, hansı ki özün üçün də sevirsən. Və həmçinin insanlar üçün o şeyi istəmə, onu xoşlama, ona qarşı ikrah hissi olsun ki, hansı ki özün üçün də bunu istəməzdim. Və həmçinin başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem bildirir ki, La yu'minu ahadukum hatta yuhibbe li akhihi ma yuhibbu li nefsi. Sizdən biri iman gətirmiş olmaz, özü üçün sevdiyi şeyi qardaşı üçün sevmədikcə. Yəni bu da qəlbdə olan şeydir ki, insan qəlbində özü üçün nəyi sevir, nəyi istəyir. Və bu sevdiyi şeyləri, yəni müsəlmanlar üçün sevmədikcə həqiqi iman gətirmiş olmaz. Alimlər deyir ki, dini məsələlərdə özü üçün sevdiyi şeyi başqaları üçün sevmək vacibdir. Ki, insan dini məsələlərdir, imanı istəyir ki, imanında kamil olsun, əxlaqı yaxşı olsun, həyası gözəl olsun, təqva əhli olsun, cənnət əhli olsun və s. Və həmçinin ailəsi üçün, yaxınları üçün istəyir ki, onlar da belə olsunlar və özü üçün sevdiyi şeyi başqaları üçün də sevməsi vacibdir və dünyavi məsələlərdə ixtilaf var, lakin bəzən deyirlər ki, hətta dünyavi işlərdə də özü üçün sevdiyi şeyi başqaları üçün sevməsi də müsəlmana vacibdir. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur başqa hədisdə فَمَنْ أَحَبَّ أَنْ يُزَحْزِهَ عَنِ النَّارِ Və hər kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilmək istəyirsə, yəni kim istəyirsə ki, cəhənnəmdən uzaqlaşdırılsın, yəni Allah Teala onu uzaq tutsun və cənnətə daxil olsun, فَلِتَأْتِهِ مَنِيَّتُهُ وَهُوَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ
o Allaha və qiyamət gününə iman gətirdiyi halda ölüm ona gəlsin. Yəni elə ki, sən ölərkən Allaha və qiyamət gününü iman gətirdiyin halda öləsən. Alimlər bunun şərhində deyirlər ki, həyatın, yaşayışın sağ vaxtı Allaha və qiyamət gününə iman gətirdiyin halda yaşayasan. Yəni əməllər elə desən ki, bilirsən ki, Allahla qarşılaşacaqsan. Yəni bu sorğu-sual günü var, hesab vardır və daim insan əməl edərkən, danışarkən, insanlarla rəftar edərkən daim bunu fikirləşməlidir ki, mən bir gün Allahla qarşılaşacağam və mənim üçün qiyamət günü, o sorğu-sual günü vardır, hesab günü vardır. Etdiyim hər əməl, danışdığım hər bir söz, hər bir davranış mən buna görə soruşulacağam, hesab olunacağam. Və insan bu cür yaşayarsa və ölüm gəldiyi zaman Allaha və qiyamət gününə iman gətirdiyi halda ölmüş olar. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem وَلْيَأْتِ لَنَّاسِ الَّذِي يُحِبَّ أَنْ يُؤْتَ إِلَيْهِ və insanlarla elə davransın ki, özü ilə necə davranılmasını istəyirsə. Yəni kim istəyirsə ki, cəhənnəmdən uzaq düşsün, uzaqlaşdırılsın və cənnət daxil edilsin, onda insanlarla davransın necə ki, özü ilə davranılmasını istəyirsə. Yəni sən özün üçün, öz yaxınların üçün necə istəyirsənsə, insanlarla da o cür davranmağın lazımdır. Və bu da özündə şamil edir əziyyəti saxlamaq, heç kəsə əziyyət verməmək və insanların sevmədiyi, xoşlamadığı işi etməmək və həmçinin özün üçün istəmədiyin şərri başqa müsəlmanlar üçün də istəmə. İbn Rəcəb Rahiməhullah deyir ki, möminə vacibdir ki, möminlər üçün, başqa müsəlmanlar üçün, özü üçün sevdiyini sevsin. Özünə nəyi sevir, nəyi istəyirsə, başqa müsəlmanlar, başqa möminlər üçün də onu sevsin. Və özü üçün sevmədiyi, ikrah etdiyi şeyi də başqaları üçün sevməsin, ikrah etsin, istəməsin. Və görəndə hər hansı bir müsəlman qardaşında bir naqislik, görəndə ki, dinində naqislik var, onun islahı üçün çalışması lazımdır. Kimsə görsə ki, müsəlman qardaşında naqislik, xata və yaxud da hər hansı bir günah var, onun düzəlməsi üçün çalışması, ictihad eləməsi vacibdir. Və bəzi keçmiş salih müsəlmanlar deyərdilər ki, Allahı sevənlər, yəni Allah üçün sevənlər Allah Teala'dan nurla, elmlə baxırlar və günah əhlinə, Allaha qarşı çıxanlara şəfqətlə yanaşırlar, rəhimlə, mərhəmət hissi ilə. Onların etdikləri günah və asiliklərə nifrət edirlər, lakin özlərinə isə rəhm edirlər ki, onlarda olan bu pis əməllərin getməsi üçün, günahların itməsi üçün moizə və nəsihət edirlər və onların cəhənnəmdə yanmamaları üçün mərhəmət hissi, şəfqət hissi duyurlar. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem axırda duanı edir ki, Allahım günahını bağışla, qəlbini təmizlə və ayıb yerini qoru. Və bu üç dua ilə dua edir ki, günahların bağışlanması, qəlbin təmizlənməsi və bir də ayıb yerinin qorunması. Və bu gün də yəni, təkrar bu duaların olunmasına ehtiyac vardır. Və xüsusən də fitnələr, azdırıcı vasitələr çoxalmışdır. Və hər dəfə insan nəfsi, hər hansı bir harama, günaha meyl etdisə əgər, Allaha sığınması, dua etməsi və bu duaları sadiq, ixlasla etməsi lazımdır. İxlasla edərsə, xalis qəlbdən edərsə, Allaha sığınarsa, Allah Teala o insanı qoruyar. Necə ki, Allah Teala Yusuf Peyğəmbər haqqında buyurur ki, كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَى Beləcə biz ondan bu çirkin əməli, pisliyi uzaq tutduq. İnnehu min ibadinəl muxlasin həqiqətən o bizim ixlaslı qullarımızdan idi. Yəni onun ixlası səbəbilə Allah Teala o pisliyi ondan uzaqlaşdırdı. Və hər kimdə ixlaslı olarsa, necə ki ümumidir,
yani alimler deyir ki el-ibratu bi umumil lafzi la bi husus sebeb. İbrət yani ləfzin, ayənin ümumiliyindədir, səbəbin xüsusiliyində deyildir ki, xüsusi olaraq Yusuf Peyğəmbər haqqında olsa da, lakin ibrət ümumidir. Və həmçinin insan fikirləşməlidir ki, dünya və axirətdə insanın fəlahı, nicata çatması, fəlah nə idi? Sevdiyi şey əldə edib, qorxduğu şeydən xilas olmasıdır. Yəni, bunu insan düşünməlidir ki, fəlah, nicat insanın ayıb yerinin haramdan qorunmasına bağlıdır. Əgər qorunmasa, ayıb yerini haramdan hifz eləməsə, fəlaha çata bilməyəcək insan. Allah Teala Müminin surəsində buyurur, qad əfləhəl müminun, artıq müminlər fəlaha çatdılar. Yəni, istədikləri, umduqları şeyi əldə edib, qorxub, həzər etdiyi şeydən çəkindilər, uzaq durdular, qurtuldular. O kəslər ki, fi salatim xaşun. Sonra Allah Teala bu müminləri, fəlaha çatan müminləri vəsf edir ki, onların sifətləri nədir? O kəslər ki, namazlarında xuşuludular. وَالَّذ۪ينَهُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. O kəslər ki, boş, faydasız sözlərdən üz döndərlər, uzaq dururlar. Əgər faydasız sözdən çəkinib uzaq dururlarsa, gör günah sözlərdən, günah kəlmələrdən necə? Və həmçinin 4-cü ayədə وَالَّذ۪ينَهُمْ لِزَّكَاتِ فَاعِلُونَ. O kəslər ki, zəkatlarını verirlər. وَالَّذ۪ينَهُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. Və o kəslər ki, ayıb yerlərini hifz edib qoruyurlar. İllə alə əzvacihim əv məmləkət əymənuhum fəinnəhum qayru məlumin. Yalnız zövcələri və bir də cariyələrindən başqa bunlara görə onlar qınanmazlar. Fəmən ibtəğa vərəə zəlikə fəuləikə humul adun. Və kim də bundan başqasını istəyərsə, məhz onlardır həddi aşanlar. Üç şey var bu ayələrdə. Kim ayıb yerini qorumazsa haramdan, günahlardan, fəlaha çatanlardan olmaz. Əksinə qınanmış insan olar və həddi aşanlardan olar. O insan nicat, xoşbəxtlik, fəlahi əlindən buraxar və yəni həddi aşmışlar adını özünə götürər. Həddi aşmışlardan olar və həmçinin qınağa düşər. Və əgər belədirsə, bu şey bilindisə, insan o şəhvətinin boğulması, şəhvətini saxlamağın acısına səbr eləməsi daha yüngüldür. Sonradan olan bu yəni, həddi aşmaq, qınaq və s. bunlara səbr etməsindənsə. Və Allah Resulü sallallahu aleyhi ve sellemdən yəni bu xəstəliyin, yəni bu zina xəstəliyinin müalicəsi üçün sözləri, tövsiyələri çoxdur. Yəni bu haram şəhvəti insan boğması üçün, saxlaması üçün yəni tövsiyələri çoxdur. Və bu hədislərdən də birisi Allah Resulü sallallahu aleyhi ve sellem günəş batdığı gün İnsanları cəm edərkən onlara xütbə verir və namaz qılandan sonra və xütbəsində deyir ki, ya ümmətə Muhammed, ey Muhammed ümməti, vallahi mə min əhədin əğyəru minallahi ən yəzniyə abduhu əv təzni əmətuhu. Allaha and olsun, Allahdan başqa heç kəs qulunun, yəni kişi qulunun və yaxud da qadın qulunun zina etməsinə qeyrətli olduğu kimi heç kəs qeyrətli ola bilməz. O da Ayşə radiyallahu anha gələn hədisdir. Yəni bu da bu bəlanın qarşısını almaq üçün əzəmətli qapıdır. Ki, hər cür fitnənin qarşısını almaq üçün insan fikirləşməlidir ki, Allah Teala aləmlərin Rəbbi onu görür. Allah Teala baxır. Və Allah Teala insanın zina etməsinə hədisdə keçdiyim qeyrət hissi keçir ki, hər hansı bir insanın zina etməsinə və əgər belədirsə insan Allah Teala'nın qəzəbindən çəkinməlidir, cəzasından çəkinməlidir
və Allah Teala'nın qəzəbinə, cəzasına aparan hər bir işdən uzaq durmalıdır. Və bu hədisdə keçən qeyrət sözü, hansı ki Allah Teala'ya nisbət olunur vəsf olaraq, yəni heç kəs bunu insanda olan qeyrətlə müqayisə etməlidir. Çünki insanda olan vəsflər insanın öz naqisliyi, acizliyinə uyğundur. Lakin Allah Teala'ya nisbət olunan vəsflər isə Allah Teala'nın ucalığına, əzəmətinə layiq şəkildədir. Necə ki insanda da var həyat, Allah Teala həyat sifəti var. Lakin insanın həyatı yəni başqadır, özünə uyğundur, layiqdir öz naqisliyinə, öz acizliyinə. Çünki insanın həyatı əvvəldən yox idi və sonra da ölüm var və həmçinin yuxu var və s. Lakin Allah Teala'ya bu cür naqisliklər nisbət olunmur. Və əgər bunu insan bilərsə ki, Allah Teala haramların edilməsinə qeyrət edir, insan bunu düşünəndə qəlbi islah olur. Necə ki İbn-i Qayyim Rəhmə deyir ki, tuxricu mə fihi minəl xabəthi və sıfətil məzmumə. Bu etiqad insanda olan çirkabı, pis sifətləri çıxarır. Necə ki alov, qızıl və gümüşün, dəmirin pasını çıxartdığı kimi. Və insanlar içərisində ən şərəflisi və himməsi ən ucu olanı özünə və öz əhlinə və bütün insanlara qarşı qeyrətli olandır. Və ona görə Allah Resulü sallallahu aleyhi ve sellem ümmət içərisində insanlara qarşı ən qeyrətli olandır. Və Allah Teala isə bundan daha şiddətlidir. Yəni bu vəsfə görə, bu qeyrət vəsfinə görə. Çünki hədisdə gəlir, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, siz Sa'din qeyrətinə təəccüb edirsiniz. Lə'ənə əğyər minhu, mən ondan daha qeyrətliyəm. Vallahu əğyər minni, Allah Teala məndən daha qeyrətlidir. Bu sifət keçir. Deyil ki, insanda bu qeyrət sifəti insanın naqislinə uyğundur ki, insan sanki fitrətində bunu qəbul etmək istəmir. Çünki Allaha nisbət olunanda sanki oxşatmış olur. Lakin müsəlmana vacib olan odur ki, Allah Teala'ya nisbət olunan bu sifəti heç vaxt özünə və yaxud da başqa insanlara nisbət eləməsin, müqayisə eləməsin. Və hədisdə də, başqa hədisdə, Səhih Buxaridə və Müslümdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Lə əhədə əğyəru minallah. Allahdan daha qeyrətli heç kəs yoxdur. Min əcli zəlikə harramal fəvaid. Buna görə Allah Teala bütün fuhuş işləri haram etmişdir. Zahirdə olan da, gizlində olan da. Və lə əhədə əhəbbu ileyhil udru minallah. Və Allahdan başqa elə bir adam yoxdur ki, üzür ona daha sevimli olsun. Yəni Allah Teala'ya üzür daha sevimlidir. Və buna görə Allah elçilər göndərmişdir, müjdəliyən və qorxudan. Və lə əhədə əhəbbu ileyhil mədhu minallah. Və Allahdan başqa elə bir şəxs yoxdur ki, elə bir kəs yoxdur ki, tərif, mədh ona daha sevimli olsun. Və buna görə Allah Teala özü-özünə tərif etmişdir. Yəni burada diqqət olunması məsələ var. 3 şey keçdi. Allahdan daha qeyrətli heç kəs yoxdur. Ona görə haram etmişdir bütün çirkin işləri. Zahirdə, batində olan. Və Allahdan başqa elə bir insan yoxdur ki, üzür ona daha sevimli olsun. Deməli, birinci qeyrət, sonra üzür və sonra isə tərif. Allah Teala yəni tərifi sevir. Allahdan başqa elə bir insan yoxdur ki, tərif daha sevimli olsun. Və ona görə Allah Teala özü-özünü tərif etmişdir. Deməli, 3 şey hədisdə keçdi. Deməli, bu hədis qeyrət, üzür, bir də ki tərif. Üçünü cəm etmişdir. Və bunun üçünün arasında bağlantı, əlaqə vardır. Deməli, qeyrətin əsli nədir? Yəni, insan çirkin işləri sevmir, buğz edir, nifrət edir. Və Allah Teala'ya nisbətdə kamillikdir. Və həmçinin üzür. Üzürü sevirsə, deməli, Allah Teala ədaləti, adilliyi kamildir. Rəhməti, ehsanı kamildir. Və Allah Teala qeyrət sifəti Allaha nisbət olunur ki, ən şiddətlidir. Lakin Allah Teala üzrü də sevir. Kim üzrxahlıq edir, bağışlanma diləyirsə, Allah Teala onun üzrünü qəbul edirmi? Qəbul edir. Allah Teala yəni insan nə qədər böyük günahlar eləsə də, əgər etiraf edir,
Günahlarının bağışlanma istəyirsə Allah təala bağışlayır. Və ona görə elçilər göndərmiş, kitablar nazil etmişdir. Və bu da yəni tərifin, ehsanın son həddidir. Kamilliyin son həddidir. Lakin insan isə insanlarda bəzən qeyrət o hala gəlib çatır ki, heç üzür də qəbul eləmir. Cəzalandırmaq, intiqam hissi ona qalib gəlir, qeyrətin həddi aşaraq üzür də qəbul eləmir. Üzrxahlıq eləyənə, bağışlanma diləyənə bağışlamasını da qəbul etmir, üzrxahlığını da qəbul etmir. Halbuki bu üzür olunan bir işdir. Üzür qəbul olunan bir məsələdir, lakin qəbul eləmir. Çünki qeyrət hissi həddi aşmışdır. Onda olan şiddətli qeyrət imkan vermir ki, onun üzrünü qəbul etsin. Halbuki üzür qəbul olunan bir işdir. Və əksinə bəzən də olur ki, insanda olan səhlənkarlıq, o üzrxahlığa olan həddi aşması qeyrətini azaldır. Hətta üzür məsələsində həddi aşır, çox açıb buraxır. Heç üzür qəbul olunmayan bir yerdə görsən üzürlü hesab edir. O da haramlar, günahlar, hansı ki, heç bir tövbə olunmadan. Bunlar heç biri də görsən tərifə layiq deyil də bu. Həm bu həddi aşmaq, həm də bu həddi aşmaq. Və hədisdə də gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qeyrətlərin eləsi var ki, Allah təala onu sevir və eləsi də var ki, Allah təala ona buğz edir, sevmir. Və Allah təala buğz etdiyi, sevmədiyi o qeyrətdir ki, hansı ki, yersiz olandır. Amma təriflənən isə ikisi birlikdə olandır. Qeyrət və üzür. Qeyrət vaxtı qeyrət edir, üzür vaxtı üzür edir, üzrü qəbul edir. Və bu cür olarsa onda tərifə layiqdir. Və bu hədisdə də keçən 3 sifət keçir. Axırda nə deyir? Allah Teala Allahdan daha çox tərif sevən yoxdur. Ona görə Allah Teala özünü tərif etmişdir. Və bu sifətlər üçü də Allaha nisbət olunur və Allah Teala'nın kamilliyinə, ucalığına layiq şəkildədir. Deməli, qeyrətli insan bu sifətdə Allah Teala'nın sifətinə müvafiq olur. Yəni bu sifətdə Allah Teala'nın sifətinə müvafiq olur. Və bu sifətlə insan özünü cilovluyur. Qeyrət sifətli haramlar, günahlara qarşı. Və Allah Teala'nın sifətinə müvafiq olur və bu cür Allaha yaxınlaşır. Allah Teala'nın mərhəmətinə yaxınlaşır. Allaha sevimli insan olur. Allah Teala rəhimli, mərhəmətlidir. Və rəhm edənləri sevir. Və Allah Teala kərimdir. İnsanlardan da kərim olanları sevir. Allah Teala alimdir. Və insanlar içərisində də alim olanlar, alimləri sevir. Allah Teala güc qüvvət sahibidir və möminlərdən də Allaha daha sevimli olanı daha güclü olandır. Zəif mömindən güclü mömin Allaha daha sevimlidir. Və Allah Teala həyalıdır və insanlar içərisində həya əhlini sevir. Allah Teala gözəldir, gözəlliyi sevir və Allah Teala təkdir və tək olanı sevir. Yəni xülasə olaraq, insan üçün ən əzəmətli xeyir, ən böyük xeyir odur ki, Allah Resulü sallallahu aleyhi ve sellem mübarək kəlmələrində dayansın və onun yolundan kənara çıxmasın. Və əgər belə olarsa, nəfsində olan hər cür xəstəliyə dərman, şəfa tapar. Qəlb xəstəliklərinə və həmçinin digər xəstəliklərinə yolunu azmaqdan qorunar və həmçinin doğru yolda, hidayət yolunda olar. Və Allah Resulü sallallahu aleyhi ve sellem sözləri onun üçün bir düstur, bir qayda olarsa və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem həyat tərzi insan üçün həyat tərzinə çevrilərsə, onda fitnələrdən və şərlərdən Allah Teala izindən qorunar. Və Allah Teala'dan istəyirəm ki, bizim hamımızı doğru yolda Peyğəmbər sallallahu aleyhi ve sellem yolunda gedənlərdən etsin. Və Allah Teala bizi fitnələrdən və şərdən qorusun. Allah sizə bərəkət versin. Subhaneke Allahumma və bihamdik. Əşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.